Xoş gördük əziz dinləyicilər. Bu günləri İran-Amerika gərginliyi fonunda, həm də regionda bilirsiniz, istər-istəməz bütün ab-hava dəyişib. Yəni bu ab-havanın dəyişməsi həm də Türkiyənin, həm də Suriyada baş verən hadisələrlə bağlıdır ki, Suriyada müəyyən mənada Türkiyəyə gedilən güzəştlər və Türkiyənin bu mənada o ixvançı tutumuyla apardığı siyasət regionda çox ciddi müttəfiqlər yaradır və o müttəfiqlərə qarşı da bir əks müttəfiqlik yaradır. Bu günləri biz nəyin şahidi olduq? İsrail tərəfindən və Hindistan tərəfindən çox ciddi bir müttəfiqliyin anlaşmasını gördük. Bu nəyin fonunda baş verir? Bilirsiniz, Türkiyə ilə Pakistanın və Səudiyyə Ərəbistanının müəyyən mənada bir ittifaqı və regionda Türkiyənin İsraili çəmbərə alması istər-istəməz İsraildə böyük bir təhlükə qıcığı yaradır. Həm də bu təhlükəyə qarşı o da özünü müdafiə etməyə çalışır. Mən həmişə danışıqlarımda, dostlar, nəyə deyirəm? Həmişə deyirəm ki, biz obyektiv məsələlərə baxaq, məsələyə biz güc balansı tərəfindən baxaq ki, bu mənada baxdıqda biz əsl həqiqəti, əsl təhlükəni və şəkili görə bilərik. Bugün Türkiyənin Səudiyyə Ərəbistanı və Pakistan qarşılığında apardığı müttəfiqlik bir də artıq açıq surətdə, hətta Hindistan güya İranın müttəfiqi idi. Hindistanla İsrailin müttəfiqliyi, Hindistan, İsrail, Yunanistan, Kipr və bütün bunlar əlbəttə ki, böyük bir ittifaqdır. Bu da kimə qarşı yaranır? Əlbəttə bu üçlü ittifaqa qarşı. İndi biz bu məsələyə bəzən qeyri populyar yanaşa bilərik, Türkiyəyə sevgimizdən yanaşa bilərik, amma mən həmişə bu ixvançı siyasəti pisləmişəm və bu günlərdə pisləyirəm. Bir anlıq nəzər yetirək. Bugün Türkiyə və Pakistan Səudiyyə ittifaqı bir ixvançı ittifaqıdır. Hər üçündə kifayət qədər İslamçılığa önəm verilən və bərbad bir iqtisadiyyatın şahidi oluruq. Bu günləri Pakistanda elə bir vəziyyət ki, elə bir qarışıqlıqdır ki, bilirsiniz, məhz 5-6 gün bundan qabaq məscidi partlatdılar, yüzlərlə insan öldü. Digər tərəfdən Səudiyyə Ərəbistanına baxırıq, orada da bir 100 illik bir xilafət görürük. Türkiyəyə baxdıqda, bəli, bu günləri kifayət qədər Türkiyə hökuməti gücündən danışa bilər, yeni silahlardan danışa bilər, amma əlbəttə ki, bu inkişaf bizi sevindirir, amma qarşılığına baxdıqda, qarşı müttəfiqlərə baxdıqda bu çox ciddi bir necə də insanı pis vəziyyətə salır. Türklər də bir hayal kırıklığına uğradır. Niyə görə? Çünki qarşı tərəf həddindən artıq güclüdür. Bu günləri Hindistanda olan inkişaf 4,5 trilyon dollara çatıb. Halbuki Türkiyədə Erdoğan hakimiyyətə gəldikdə bildirirdi ki, biz onluğa salacağıq Türkiyə iqtisadiyyatına, amma heç 20'liyə də girə bilmədilər. Pakistanın iqtisadiyyatına baxırsa, ümumdaxili məhsul az qala İsrail Pakistandan daha güclüdür və Səudiyyə Ərəbistanını heç dilimə gətirmək istəmirəm. Yəni bütün bunlarla bərabər qarşı tərəfdə ciddi müttəfiqlik görürük və bu, mən düşünürəm ki, çox səhv addımdır. Türkiyə tərəfindən aparılan bu ixvançı siyasət axırda gəlib bu ixvançılığı düşmən siyasətinə çevirdi. Bu günləri hər kəsin dilində nə var? İran Şiə hilalı dağılır, onun yerində Sünni hilalı yaranır. Biz bu Sünni hilala imkan verməyəcəyik deyə İsrail tərəfindən biz bəyanatın şahidi oluruq. Və bu da əlbəttə Türkiyə tərəfindən çox anlamsız aparılan siyasətdir ki, bu silah yarışmasında mən düşünürəm ki, Türkiyə dözə bilməz. Bu iqtisadiyyatla dözə bilməz. Bu siyasətlə dözə bilməz. Ona görə də ən yaxşı inkişafın yolu demokratiyadan keçir, ən yaxşı inkişaf liberalizmdən keçir, ən yaxşı inkişaf sekularizmdən keçir. Bugün İsraildə, Yunanistanda və Hindistanda biz bu demokratiyanı, biz bu sekularlığı görürük. Məhz bu sekularlığa görə, məhz bu demokratiyaya görə Hindistan dünyanın ən ciddi ölkəsinə çevrilib, artıq 5-ci yerə gəlir çıxır. Və biz bu gücün qarşısında, bu texnologiyanın qarşısında necə duracağıq? Hə, öz necə deyərlər, hələ də məscidlərdə partlayışla mı, hələ də öz rəqiblərini tutub içəriyə salmaqla mı, beləmi güc gələcək? Əlbəttə belə bir güc gələ bilmərik. Bunun üçün də yalnız və yalnız ilk növbədə demokratiyanı inkişaf etmək, pluralizmi inkişaf etdirmək, ədaləti inkişaf etmək ki,
ölkə güclənsin. Əgər ölkə güclənməzsə, bu günləri İran necə ki hədəfə gətirilib ki, İranın səhv o molla siyasəti nəticəsində məhz İrandan sonra da böyük ehtimalla bu sünni oxunun başını çəkən də Türkiyə bir hədəfə gətiriləcək. Əlbəttə bu yanlış siyasətlə, İranın yanlış siyasətinə baxıb, əlbəttə bundan ibrət dərsi almaq lazımdır. Təşəkkür edirəm diqqətinizə görə.